Göz üçün vacib olan vitaminlər və onların hansı qida məhsullarında olmasından bəhs edəcəyik. Ümumiyyətlə, göz sağlamlığı üçün düzgün qidalanma çox önəmlidir. Öncəliklə mən hansı vitaminlər vacibdir ondan bəhs etmək istəyirəm. Öncəliklə A vitaminindən başlaya bilərik. A vitamini nə üçün vacibdir? A vitamini gözümüzün daha çox torlu qişasında, özəlliklə axşamları görmək üçün vacib olan hüceyrələrin çalışması üçün lazım olan maddədən ibarətdir. Ona görə A vitamini əksikliyi olan şəxslərdə həmişə gecə görmədə bulanıqlaşma müşahidə edirik və həmin şəxslərdə göz quruluğu müşahidə edirik. Yəni həm göz yaşı keyfiyyəti üçün, həm görməmizin artırılması üçün A vitamini vacibdir. Bəs A vitamini hansı qida məhsullarında var? Daha çox heyvani qidalarda, yumurtada, qatıqda, süd məhsullarında ümumiyyətlə. Eyni zamanda A vitamini pomidorun tərkibində var, həmçinin fıstıqda, qoz ləpəsində mövcuddur. Amma xalq arasında ən məşhur olan kökdür. Yer kökü A vitaminindən zəngindir. Digər bir vitamin B2 vitaminidir. Daha çox gözümüzün ön təbəqələrinin sağlamlığı üçün vacibdir. Eyni zamanda mirvari suyunun əmələ gəlməsinin gecikdirilməsi üçün də B2 vitamininin düzənli qəbulu olmalıdır. Bu da heyvani qidalarda, yumurta, süd məhsullarında, həmçinin paxlanın tərkibində mövcuddur B2 vitamini. Eyni zamanda ispanaqdır, brokolidir. Bu kimi qida məhsullarında mövcuddur. Göz həkimləri üçün ən önəmli olan vitaminlərdən biri E vitaminidir. E vitamini təbii bir antioksidantdır. Nədir antioksidant? Bizim nəinki gözümüz, bütün orqanizmamız çalışarkən ortaya zərərli maddələr çıxır, sərbəst radikallar dediyimiz. Bu antioksidant maddələr də həmin o zərərli maddələrə qarşı savaşır. Bunlardan biri də E vitaminidir. Bəs bu səbəbdəndir ki, E vitamini yenə mirvari suyunun əmələ gəlməsini gecikdirir, həmçinin torlu qişa sağlamlığı üçün vacibdir. Görmə mərkəzində olan yaşa bağlı xəstəliklər var. Yaşa bağlı makula degenerasiyası xalq arasında sarı nöqtə xəstəliyi olaraq bilinən bir xəstəlik. Həmin xəstəliyin profilaktikasında bir çox araşdırma E vitaminin faydalı olduğunu göstərmişdir. Bəs həmin xəstələrə ümumiyyətlə biz preparatı təyin edərkən də mütləq tərkibində E vitamininin olub-olmamasına baxırıq. Bəs hansı qidalarda var E vitamini? Yenə yaşıl yarpaqlı bitkilərdə ispanaq, brokoli E vitaminindən zəngindir. Kivi, banan kimi meyvələr E vitaminindən zəngindir. Eyni zamanda zeytun yağının, günəbaxan yağının tərkibi də E vitaminindən zəngindir. Digər bir təbii antioksidant olan vitamin C vitaminidir. Daha çox portağalın, limonun, mandalin kimi narıncgillərdə mövcuddur. Təbii ki, nəinki gözümüz üçün, bütün orqanizmamız üçün C vitamini əvəz olunmazdır. Bu vitaminlər daha çox xalq arasında məşhurdur, bilinir. Bir də lutein və zeaksantin dediyimiz xüsusi maddələr vardır ki, bunlar xüsusən torlu qişamızda görmə mərkəzimiz üçün çox önəmli olan maddələrdir. Bu maddələr daha çox yumurta sarısında mövcuddur. Eyni zamanda lobyanın tərkibində, yenə ispanağın, brokolinin, kahının tərkibi lutein və zeaksantindən zəngindir. Ümumiyyətlə göz dedikdə həm xəstələrin, həm də bizim ağlımıza hansı qida məhsulu gəlir? Təbii ki, balıq. Biz həftədə heç olmasa bir dəfə, 2 dəfə balıq və dəniz məhsulu yeyilməsini məsləhət görürük. Niyə? Çünki onun tərkibində omega 3, omega 6 yağ turşuları mövcuddur. Bu maddələr də yenə həm göz yaşının keyfiyyətini artırmaq üçün, həm bizim torlu qişamızdakı o hüceyrələrin çalışması üçün vacib olan maddələrdir. Balığın və dəniz məhsullarının tərkibində var, bəli, amma oradan olmasaq belə, məsələn, günəbaxan yağının tərkibində, qoz ləpəsinin tərkibində, fındığın tərkibində də yenə omega yağ turşuları var. Həmin qidalardan da biz onları qəbul edirik. Digər bir önəmli qida məhsulu üzümdür. Üzümün tərkibində resveratrol dediyimiz güclü bir antioksidant var. Üzümün qırmızı şərabın tərkibində mövcuddur. Bu maddədə dediyim, bayaq bəhs etdiyim o sərbəst radikalların yox edilməsində önəmli rol oynayır. Həm göz təzyiqi üçün, həm mirvari suyunun gecikməsi üçün, həm torlu qişa sağlamlığı üçün vacib olan maddələrdən biridir. Bu
bəhs etdiklərindən əlavə qeyd etmək istəyirəm ki, bəzən xəstələrimiz hansısa bir xəstəliyin sadəcə vitamin qəbulundan keçəcəyini düşünürlər. Məsələn, bəzən 2-ci, 3-cü dərəcəli mirvari suyu ilə gəlir xəstə, onun tək müalicəsi əməliyyatdır, amma xəstə sadəcə vitamin kompleksi yazmamızı və onunla keçəcəyini düşünür. Bu demək deyil ki, gözdəki xəstəliklər vitaminlərlə keçir. Yəni vitaminlər göz sağlamlığını dəstəkləyir. Bəli, oradakı torlu qişamızdakı hüceyrələrin çalışmasını dəstəkləyir, ön segmentin daha yaxşı çalışmasını dəstəkləyir. Amma mirvari suyudur, eynək taxan xəstələr eynəkdən qurtulması və yaxud da yaxını bulanıq görən xəstələrin bu vəziyyətdən qurtulması üçün, yəni vitaminlər tək çarə deyil. Ümumiyyətlə həmin xəstəliklərin özlərinin müalicəsi var. Ona görə də göz həkimi ilə diqqətli bir şəkildə dəyərləndirilib. Ona görə bu vitamin kompleksləri təyin edilməlidir. Çünki vitaminlərin çox qəbulu da fərqli yan təsirlərə səbəb ola bilir.